Ok mu, yoxsa nok mu? Doktor, ÜSEM müayinəsi şüalanma yaradırmı? Ok mu, nok mu? ÜSEM müayinəsi ultrasəs müayinəsi ilə olan bir müayinədir. Bu da şüalanma yaratmır. ÜSEM müayinəsi ağrılı prosedurdur. Xeyr. ÜSEM yalnız hamilə qadınlar üçün edilir. Xeyr. ÜSEM bütün qarın boşluğuna baxmaq, qalxanları və nəzə baxmaq, süd-özə baxmaq üçün. Qarın boşluğu ÜSEM-si üçün bəzi hallarda az gəlmək lazımdır. Əlbəttə, yemək yeyəndə qarın boşluğunda, bağırsaqlarda, mədədə qaz yaranır, öd sıxılır. Bu da müayinədə bir üçün çətinlik yaradır. Məsləhətdir ki, ÜSEM-ə gəlməmişdən öncə yemək yeyilməsin. Böyrək ÜSEM üçün bəzi sidik hissəsinin dolu olması tələb olunur. Bəli, ÜSEM ilə qalxana bənzər vəzi müayinə oluna bilər. əlbəttə. ÜSEM sümükləri rentgen qədər dəqiq göstərir. Xeyr. Vücud vəzisi ÜSEM-i erkən qiymətləndirmədə faydalı ola bilər. Bəli, ən faydalısı elə ultrasəs müayinəsidir. ÜSEM nəticəsini müayinə aparan həkim qiymətləndirir. Bəli. ÜSEM bütün xəstəlikləri tam aşkar edir. Xeyr.